Çünki sümüyün özü olmasa, insanın bədəni yoxdur. Sümüyün özü olmasa ümumiyyətlə oynaqdan danışılmır. Nəinki sümüyün özü olmasa, ola bilsin sümük var, amma içindəki ilik zəifdir. Adam gəzə bilmir, hərəkət eləyə bilmir. Hələn biz insanın bədənində olan başqa orqanlar. Ona görə bir hədisdə gəlir, təsəvvür edin. Yer üzündə olan bütün insanlar Allaha ibadət edən, salih əməl sahibi insanlar olsalar və Allah yer üzündə olan bütün insanlara əzab etsə belə heç kəsə zülm etməz. Heç kəsə zülm etmiş sayılmaz. Niyə? Çünki yer üzündə olan bütün insanların bütün salih əməlləri və bütün ibadətləri üzərlərində olan Allahın nemətlərinin şükrünü ödəyəcək miqdardadır ya yox? Yox.